Bucaq nədir? Məhəmməd deyə bilərəm. Şimdi deyəm. Məhəmməd Zeynəb. Buyur Zeynəb de. Bir nöqtədən çıxan iki müxtəlif şuşanın əmələ gətirir fiqura deyilir. Aha, bəli. Yaxşı. Bucaqlarımızın müxtəlif növləri var idi. Hansılar idi onlar? Məhəmməd deyə bilərəm. Başqa cavab vermək istəyən yoxdur. Deyə bilərəm. Buyur Zeynəb de. İti bucaq, düz bucaq, kör bucaq, açıq bucaq, tam bucaq. Bəli. İti bucaq nə idi? Məhəmməd deyə bilərəm. Məhəmməd deyə bilərəm. Buyur Əsra. Məhəmməd deyə bilərəm. Əsra buyur. Əsra səsin bağlıdır. Əsra səsin bağlıdır. Səsini aç qızım. Eşidirsiniz məni? Bəli, eşidirəm. İti bucaq 0 dərəcədən böyük, 90 dərəcədən kiçikdir. Bəli, doğrudur. Bəs açıq bucaq nə idi? Məhəmməd deyə bilərəm. Məhəmməd deyə bilərəm. Buyur Murad. Buyur sən de. Məhəmməd açıq bucaq 180 dərəcə olur. Bəli, 180 dərəcə olur, doğrudur. Kör bucaq nədir? Məhəmməd deyə bilərəm. Buyur Zeynəb. Məhəmməd deyə bilərəm. Məhəmməd 90-dan böyük, 180-dən kiçik olur. Bəli. Düz bucaq nə idi? Məhəmməd deyə bilərəm. Bucaq deyə bilərəm. Kim Məhəmməd deyə idi? bilərəm. Murad buyur. Məhəmməd deyə bilərəm. Məhəmməd 90 dərəcədən böyük. Məhəmməd 90 dərəcə idi də, yoxsa? Bəli, Məhəmməd düz deyə bucaq 90 dərəcə olan idi, bəli. Salam Nəzrin, axşamın xeyir. Eyb yox. Aha. Yaxşı. Bəs tam bucaq nə idi uşaqlar? Məhəmməd deyə Məhəmməd deyə bilərəm. bilərəm. Məhəmməd deyə bilərəm. Məhəmməd deyə bilərəm. Deyə bilərəm. Əsra Məhəmməd deyə buyur. bilərəm müəllimə. Tam bucaq 360 dərəcə olur müəllimə. Bəli, 360 dərəcə olur. Deməli, iti bucaq dedi, kör bucaq dedi, tam bucaq dedi, bir də Mən açıq hamısını bucaq dedi. Yaxşı uşaqlar, konkret bucaqlar nədir? Nə edilir konkret bucaqlar? Zeynəb dəftərə baxma, kitaba baxma. Necə? Nəzrin? Bütün qiymətli olan bucaqlar. Yox. Konkret bucaqlar. Konkret bərabərlik deməkdir. Üst-üstə düşürük. Nə deməkdir düşən bucaq. uşaqlar? O şəkildə bir gün qoyanda tam üstünə. Mən üst-üstə düşən bucaqlar. Dərəcə öz Müəllimə bərabər olan bucaqlar. Gəlir. Mən çıxım gəlirəm. Yaxşı. Konkret bucaqlar bucaq ölçüləri, dərəcə ölçüləri bir-birinə bərabər olan bucaqlar idi. Gördün? Yadınızda qalar uşaqlar? Bəli. Yaxşı. Bəs tənbölən nə idi? Bucağın tənbölən nəyə deyirdik? Tənbələni Bəli, bucağın tənböləni. ucu da ortaq nöqtəsi. Aha, bəs tənböləni necə götürərik onu? Nəzrin. Nə deyə bilərik ona bağlı? Buyur Zeynəb. Mənə bir bucağın təpə nöqtəsindən çıxan Aha, təpə nöqtəsindən nə çıxır onun? mən 12 konkret bucağa bölən şuşaya. Ay sağ ol. Düz Bucağın xətt və ya şua. Bəli, doğrudur. Hər ikiniz düz dediniz. Düz xətt, təpə nöqtəsindən çıxan düz xətt və ya şua tənbölən əmələ gətirirsə, yəni bu tənbölən bizim bucaqlarımızı iki hissəyə bölür. Tənbölən, yəni tən yarıya bölür. Bu deməkdir. Ağzından tən belə. Yaxşı, gələk indi sizinlə baxaq qonşu bucaqlar və qarşı bucaqlar nədir? Qulaq as. Başa düşməmişsən. Və biz onları da keçməmişik. Onlar keçiblər. 5-ci sinifdə keçiblər. Bəli. Bəli. Elə sənə fürsətdir Nəzrin. Elə qulaq as.
Demək uşaqlar, qonşu bucaq nədir, qarşı bucaq nədir? Bunlara indi baxırıq. Qonşu bucaq. Məsələn, bir bucaq çəkəcəm buradan indi. Və bir tərəf olub, digər tərəfləri isə əks şüalar əmələ gətirən bucaqlara qonşu bucaqlar. Bəli. Qayda olaraq elədir, amma qayda yəni ehtiyac yoxdur qaydasına. Və əslində onu əzbərləmək, yəni necə deyim, beyni pozur da elə bil elə. Yəni əslində məntiqlə eləmək daha yaxşı. Məntiqlə elə. Bəli. Baxın, belə bir bucaq çəkirəm. Bu kameranı çevirim nədir? Sən də gör ekranı. Aha. Demək. Uşaqlar, belə bir bucaq çəkdim. Burada bucağın birini adlandırıram. X, digərini Y. Və yaxud da deyə bilərik ki, AO, C bucağı və yaxud da COB bucağı bu formada deyə bilərik. Baxın, bu bucaq. Qırmızı rəngdə çəkirəm. Bu bizə nə verir? Yox, Nasıl? iki bucaq. İki bucaq. Bəli, açıq bucaq verir. Açıq bucağın dərəcə ölçüsü nə idi? Mən deyə bilərəm. açıq bucaq mühüm. Deyə bilərəm. Mən Buyurun. Buyur Zeynəb. Əsra. dərəcə mühüm. Zeynəb səsin bağlıdır. Əsra səndir. açıq bucaq 180 dərəcə Bəli. olur. 180. 180 dərəcə olur. Deməli, bizim açıq bucağımız 180 dərəcədə. Baxın, bu açıq bucaqdan mən bir şüa endirmişəm. OS şüası çəkmişəm, düzdürmü? Bu OS şüası bizim bu açıq bucağımızı iki dənə bucağa ayırıb. Birini X, digərini Y. Və yaxud da AOC bucağı COB bucağını ayırıb, düzdürmü? İndi burada, bax biz dedik ki, bu AOB bucağı açıq bucaqdır və bu AOB bucağı bizdə OC şüası onu iki bucaq ayırıb. Bucaq AOC və bucaq COB. Baxın, mən bunların hər ikisini cəmləsəm, burada bucaq AOB-ni alıram. Bunlar da hər hansı bir dəyişənlə və yaxud da qiymətlə ifadə etsək, burada X, bunu da Y ifadə eləsək, bizim də dedik ki, bucaq AOB-miz 180 dərəcədir, yəni açıq bucaqdır, 180 dərəcəyə bərabərdir və buradan da alırıq ki, X üstəgəlsin Y bərabərdir 180 dərəcə. Yəni, burada biz belə bir nəticəyə gələ bilərik ki, bizim qonşu bucaqlar, baxın, iki dənə qonşu bucağı mən cəmlədim, 180 dərəcə aldım, düzdürmü? Belə bir qayda buradan ortaya çıxar ki, bizim qonşu bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Və bu da qayda uşaqlar, bizim ən əsas qaydalarımızdan biridir. Qonşu bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Bu qaydanı özünüzdə qeyd edin və bunu yadda saxlayın. Yadınızda qalar mı? Bəli. Sizin yadında qalar mı qızım? Aha. Qalır mənim. Qonşu bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Və bu da bizim ən əsas qaydalarımızdandır. Bax, indi qonşu bucaqlardan bir neçə nümunənin üzərindən baxaq. Aha. Deməli, baxaq burada birinci çalışmada bizdən nəyə soruşur? Qonşu bucaqları soruşur. İndi burada mənə deyin zəhmət olmasa. A variantında qonşu bucaqlarımız bizim hansıdır? Məhəmməd deyə bilərəm. Zeynəb, Məhəmməd COB. COB-yə qonşu olan hansıdır? Zeynəb. COB. Yox, heç Mən yox. deyə bilərəm. COB-yə qonşu olan bucaq hansıdır Zeynəb? Mən deyə bilərəm. Məhəmməd deyə bilərəm. A müəlliməm. Yox. COB bucağına qonşu olan bucağımız hansıdır qızım? Məhəmməd deyə bilərəm. Buyur Əsra. Buyur Əsra. COA. COA, bəli. Bax Zeynəb, burada COA və COB bucaqları qonşu bucaqlardır hər ikisi də.
Çünki burada hər ikisi də müəllimə yan-yana durub. Bəli, hər ikisi yan-yanadır. Zeynəbin evində yaşayırsınız? Bəli, müəllimə. Bax Zeynəb, sizin sağınızda olan qonşu və yaxud da solunuzda olan qonşu. Bax sizinlə qonşudur da, sağınızda olan qapı ilə solunuzda olan qapı. Sizinlə qonşudur. Və onlar hər ikisi arasında bir dənə biz düz xətt çəksək, açıq bucağı əmələ gəlir. Aha. Siz elə bil ki, Qapı. sağla solun mərkəzində dayanmısınız, O nöqtəsində. Sağınızdakı duran, tutaq ki, A adlı qonşudur, solunuzdakı duran B adlı qonşudur. Onların ikisinin arasında, baxın, açıq bucaq əmələ gəlir bizdə. Bəli, müəllimə. Ona görə, bax, bu mənada yadda saxlaya bilərsən ki, qonşu bucaqlar yan-yana olanlardır. Hər iki bucaq yan-yana gəlirsə, bu bizim qonşu bucaqlarımızdır. Ben özüm heç qaydasını bilmirəm, şey düşünürdüm. Burada qonşu olaraq həqiqətən. Bəli. Yadında qalar Zeynəb, başa düşdün? Bəli, müəllimə. Yalandan deyirsən, başa düşdüm. Başa düşmədisə, deyin təkrar baxın. Nəysə. Yaxşı, Müəllimə, başa indi düşdünüz, məsələn, o indi ona B qonşudur da. Siz çəkdinizdə. C-O-A-dan C-O-B bir-birinə qonşudur. Mən B variantını mən deyə bilərəm. Aha, deyərsən. Bizi dəqiq qoy Zeynəb başa düşsün. Başa düşdün Zeynəb? Keçək digər varianta. Bəli, mən başa düşdüm. Yaxşı, Nəzir sən de B variantını. A, O, B qonşu baxardı. B, O, C də, bir də D, O, B. Bəli. Deməli, bizim burada 3 dənə qonşu bucağımız var. D-O-A, D-O-B və B-O-F adlı 3 dənə qonşu bucağımız var. Olub. Mən B-də A, O, B ola bilər. Ola bilmir, dəqiqdir. A, O, D-yə, D, O, B, O, F, B bir qonşudular. Riyaziyyat dəqiq elm. Bax, A-O-B bizdə orada açıq bucaqdır. Açıq bucaq. Biz onu qonşu kimi götürə bilmərik. Qonşu bucaqdan mütləqdir ki, ortadan bizim şuamız keçməlidir. Hər hansı bir Oldu. Şahımızda oldu. OD. O yox, OD. Şuamız OD sayılır. Bax, OD şuası ilə bizim açıq bucağımız bölündü. Bax, bu hissəni silirəm. Bax, burada görsən bir dənə açıq bucaq əmələ gəldi və açıq bucaq OD ilə bizim iki bucaq ayrıldı. Görürsünüzmü? Bu OD şuası bizim bucağımızı iki yerə böldü. Bax, biri AOD bucağına, digəri də DOB bucağına böldü. Və bunlar hər ikisi yan-yana durduğuna görə bunlara deyirik qonşu bucaqlardır. İndi başa düşdüm. Başa düşdün. Bacıdılar da. B, O, B məsələ ola bilər. Ay sağ ol, bacıdırlar. Bəli, bacıdır. Bu formada da saxlaya bilərsiniz. Mən onda bu D, O, B qonşu bucaqlardır da indi siz çəkdiyiniz zaman. Bəli. Mən xatirə qoşulmayacaq. Yox, yatıb xatirə. Bu dəfə o tənbəllik elədi, sən yox. Aha. İndi gəlin Z variantına. Zeynəb deyə görüm Z variantına. D, O, A. Mən D, O, A, Ha, qonşu kimdir ona? L, Hə, L, O, B. Məmə D, O, A, bir də Aha. L, O, B. L-O-D yoxsa L-O-B? bir də bax. Məmə D, O, L, dol. D, O, L. Bəli, D-O-L. Deməli, D-O-A-ya qonşu olan D-O-L, D-O-L bucağına qonşu olan isə hansıdır? L, O, B. E, O, B. Bəli, L-O-B. Mən sonra A, Məmə, O, bu B. anın 3 dənə qonşusu A-O-B var. açıq bucaqdır, onu götürə bilmərik.
Lan o birisine bəs neyi götürüyor A o B? AOB-nin açıq bucağıdır. Bəxtlar götürmədik ki onu. O B. Lan onda açıq bucaq olmur. 180 dərəcə deyil yəni onların 180 dərəcəsi. dərəcədir. Qonşu bucaqların özünün cəmi 180 dərəcəyə bərabər olmalıdır. Hə, Bu. hə mən burada cəmi yazdım. Orada Bəli, cəmi. Gələ burada ikinci çalışmaya. Burada baxın. Görsənir nəzrə səndə? Aha. Yaxşı. İndi mənə A variantını kim deyər? Burada qonşu bucaq əmələ gəlib yoxsa yox? mən deyə bilərəm. Əsra desən və yaxın səsi çıxmır Əsrana. Məmə birincini deyim. Bəli. Məmə qonşu bucaqlar L, A, K. Aha. Bir də məmə L, A, B. Aha. İndi biz bunları bir qonşu bucaq deyə bilərikmi Əsra? Bəli. Bəli, məmə çünki Bəli, Çünki mən mən- bundan cəmi 180-də bərabər. bəli məmə çünki məmə onların 132 dərəcə ilə məmə 48 dərəcənin məmə toplarını cəmi 180 dərəcə edir. Bəli. Bunlar qonşu adlandıra bilərik. Yaxşı. Bəs ikincini? Zeynəb desin ikincini. Görüm qonşu adlandıra bilərikmi bunları? Xeyr, mən onları anlayıra bilərəm. Nəzrin, Zeynəb dedim. Zeynəb səndən də müəllimə. Mən baxıram. Səsin açıqdır. Açıqdır, Hə. bəli, gəlir səsi. F O T Aha. F O K. Ay sağ ol. İndi bunların dərəcələrini toplasaq, bizə 180 verəcəkmi? Xeyr, məmə verməyəcək. Xeyr, mənimə vermir. Bəli, vermir. Bunları biz qonşu adlandıra bilərik. Xeyr, məmə adamda bilmərik. Bəli. Gəldi üçüncüyə. Elbrus, Murad, sizin səsiniz çıxmır. Murad buyur. Məmə üçüncü mən deyə bilərəm. Yox, üçüncünü Murad deyəcək. Yaxşı məmə. Qısmı. Murad buyur, üçüncünü sən de. Qonşudur. Qısı uya, usu C qonşudur. Çox gözəl dərsdir. Orası var. Yaxşı, Murad demədi. Kim deyə bilər? Məmə mən deyə bilərəm. Buyur, Məmə mən deyə Əsra. bilərəm. Əsra buyur. Məmə qonşu bucaqlar D, S, M, Bəli. D, S, U və U, S, U, S, Aha. Amma U, S, C. U, S, C. Məmə bunların məmə cəmi 85 ilə 65-i 30 dərəcəni məmə toplayanda cəmi 180 eləyir. Bəli, müəllimə, bunlar qonşu bucaqlar Mən sayılır. buna qonşu Bəli, bucaq, doğrudur. qonşudurlar müəllimə. Bəli, bəli, doğrudur. Gəldi üçüncü çalışmaya. Mən A variantını deyə bilərəm. Buyur, deyin Nəzrin. Mən burada K, A, T qonşu bucaqlarda, S, A, K da qonşu bucaqlar. Aha. Bax indi S, A, T bizdə 180 dərəcə bərabər olarsa. Dərəcə ölçümüz nəyə bərabər olur? Mən deyə bilərəm. Mən deyə bilərəm. A, T. Bircə dəqiqə uşaqlar Nəzrin desin, sonra siz digərlərini deyəcəksiniz. Səbirli olun, hə. Buyur Nəzrin. Və orada K, A, T-nin dərəcəsi 90 dərəcəyə bərabərdir. O birisi hissədə eyni olduğu üçün, yəni əks olduğu üçün oranı da 90 dərəcə götürür. Onların da cəmi 180 dərəcəyə bərabər. Bəli. Bunları qonşuda götürə bilərik. Aha, bəli. Deməli, gələ indi B variantına. Buyur Zeynəb, sən de B variantını, Ceyni də Əsra deyəcək. Mənim burada qonşu bucaq S, A-lıdır. Mənim biz bilirik ki, açıq bucağımız 180 dərəcədir. Biz də bu tərəfi tapmaq üçün 180 dərəcədən 140 dərəcəni çıxanda qalır 40 dərəcə. Bəli, 40 dərəcə, doğrudur. C variantını buyur Əsra. Məmə burada qonşu bucaqlar S, A, M, M, A, T. Məmə buradan da məmə 180-dən də məmə 50-ni çıxırıq. Cavab arını 130 eləyir. Bəli, 130 eləyir. Elbrus, oxuyuram yazdığını. Səs asa bilmirsənsə, yaz, oxuyacam buradan yazdığını. Gələk dördüncü çalışmaya.
Ben görmədimdən dördüncü çalışma. Buyurun. Aha. Uşaqlar, özünüz sərbəst edin 4-cü çalışmanı yerinizdə. Hələ. Gıcı bıya. Qonşu. Nəzrin, hesabləyə bilmədin? Necə? Hesabla 4-cü sualı ilə. Edirəm mən bir Qapını. Səsiniz bağlıdır. Müəllimə, Bəli. müəllimə, Elədin Əsra? bir dəqiqə. Konseptini etdim ama düzgündür ya da düzgün değil. Düzgündür ya da düzgün değil olmadığından çok da emin değilim. Nə aldın Əsra? De görüm yoxlayacaq cavabını. Mən cevabı 70 aldım. 70. Elbrus da əl qaldırır. Görüm Elbrus nə yazır. Aha. Elbrus'un cavabını Mən deyə aldım. bilərəm müəllimə. Buyur Murad. Mən 120 dərəcə aldım. 120 dərəcə. Zeynəb səsin bağlıdır. Aç səsini de. Mən bunu bilmirəm. Mən dəqiq hesabladım da bilmirəm. Mən bu dəqiqdir, dəqiq deyil. Mən cavab 90 aldım. 90. Nəzrin sən neçə aldın? Məndən 45 aldım. Nəzrin də 45 aldı. Elbrus da birinə 120 yazmışdı, birinə də neçə yazmışdı? 60. Aha. Uşaqlar, gəlin indi baxaq. Deyir ki, bizə DCB bucağı ona qonşu bucaq olan ACD-yə DCB. DCB, yəni bax bu. Bu bucağımız deyir, ona qonşu olan ACD bucağından 2 dəfə böyükdür. ACD bucağının dərəcə ölçüsünü tapın. ACD-ni bizdən istəyir. Baxın uşaqlar, bura bizə X olsa, ADC-ni X-la şərəsi, onda bu DCB-miz olacaq 2X. Bizim də qonşu bucaqlarımızın qaydası vardır ki, qonşu bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Həmin bu qaydadan istifadə edərəm. X-in üstünə 2X gələrəm, alarım 180 dərəcə. X-la da 2X-i cəmləyəndə bizə 3X edir, bərabərdir 180. Burada biz artıq məhsul vuruğun tapılması qaydasından istifadə eləsək, 183-ə bölərik, alarıq buradan X-imizi 60 dərəcə. Deməli, X-imiz 60 dərəcəsə uşaqlar, bəs mənim deməli, bizdən elə ACD-ni soruşurdu. Bəli, elə 60 dərəcədir. Əgər buradan DCB-ni bizdən istəsəydik, 120 dərəcəyə bərabər olardı. Mən biz 3x-i hardan tapdıq? O x-in üstə 2x gəldik də. Necə? Bir də sualını Mən versəm. birinci x-i hardan tapdıq? Onu başa düşmədik. X-la 2X-i cəmlədim. X-in üzərinə 2X İndi müəllim deyil, 3x-i yəni. hardan tapdınız? Yəni onda da əmsalı şeydir. Onu başa Əmsalı bir də olur. Bax, bir də izah edirəm. Deyir ki, bizdə ACD-miz X-dir. Bax, burada işarə edib ACD-miz X. Deyir ki, DCB bucağı bu ACD bucağından 2 dəfə böyüdür. Dəfə böyük nə deməkdir? 2-yə vurulması deməkdir də. Və deyəndə vururduq. Deməli, ACD-ni X-la götürsək, onda bizim DCB-miz olsa 2X. 2 dəfə çoxdur, 2 dəfə böyükdür. 2X oradan yaranır. Daha sonra X-la 2X-i cəmləyirəm, 180-ə bərabər edirəm. Qonşu bucaqların cəmi 180 dərəcəyə bərabərdir, qaydasına əsasən. Başa düşdün Zeynəb?
Mən indi başa düşdüm. Əsra aydındır? Bəli, müəllimə aydındır. İndi x götürüb 2x Murad aydındır? Bəli, müəllimə. Elbrus düz almışdı. Aferin Elbrus'a. Nəzrin aydın oldu? Mənimki yaxın çıxdı. Necə? Aydın oldu Nəzrin. Ben narahatım aydın oldu. Yaxşı. Gəlin indi 5-ci tapşırığa baxın. Ben bir tane çevirebilirsin. Çevirdim. Oku 5'i. Abi şurası okulun tam beğenildi. Doğru sesim altı var. Ona başlayan kimin derece olsun ne kadar. Diyebilirim Mehmet 5'i. Buyur, deyə qeyd eləyəcəm Murad. Mehmet 86'nı ikiye böləcəyik. Cavabı alacağıq 43. Mehmet 180'den de 43 çıxacağıq. Mehmet cavabı alacağıq 137. Deməli, Muradda cavab 137. Buyur Zeynəb. Oku. Mehmet ben 86'nı ikiye böldüm. Aldım cevap 43. Sonra da 180'den de 43 çıktım. Aldım 137. Bəli. Elbrus oxudun cavabını. Müəllimə, mən deyə bilərəm. Buyur Əsra. Mən də müəllimə 86 dərəcəni müəllimə böldüm 2-yə, cavabı 43 aldım. 180 dərəcədən də çıxdım 43-ü, cavabımı 137 aldım. Bəli. Nəzrin, sən nə aldın cavabını? Ben bunu başa düşmedim. Yaxşı. Deməli, baxaq indi. Deyir ki, görək indi hər biriniz eyni cavab almışsınız. Görək nədir? Deyir, OB şüası COD bucağının təm bölənidir. COD bucağımız 86 dərəcə olarsa, COD bucağımız buradır. Qeyd edirəm özümdə və 86 yazdım. Deyir ki, baxın, bizə OB şüası COD bucağının təm bölənidir. Yəni, bu OB bucağı, OB şüası bizim COD-mizin təm böləndirsə, təm bölən də nə idi? Bizim bucağımızı yarıya bölüdür, düzdürmü? İndi əgər bizim COD bucağımız 86-dırsa, deməli bizim bu OB şüamız, təm bölənimiz bizim bucağımızı 2 yerə ayıracaq və 86-nı da 2-yə bölsək, 43 almam. 43 alarıq. Deməli, bizim COB bucağımız 43-dür, BOD bucağımız da 43 dərəcədir. Aydın oldu Nəzrin bu hissə? Ben. İndi bizə bax, bu hissə lazımdır. Qonşu bucaqlar hansılardır? Onu götürməliyik. Baxın bu. Bu hissə bizə lazımdır. Aşağıdakı hissə ehtiyacımız yoxdur. Yəni, bu 43-dən bizim ehtiyacımız yoxdur. Bizə bu hissə lazımdır. Bax, buranda x-la işarə edirəm özümə. Bir tənlik qururam. Yazıram, x üstə gəlinsin 43. Qonşu bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Və buradan da alıram, x bərabərdir. Məhsul toplarının tapılması qaydasına əsasən 180-dən 43-ü çıxıram, alıram 137. Cavabımız da olur 137. Bizdən hansı soruşurdu? AOC şüasını. Belə bu x-i bizdən soruşurdu. Başa düşdün Nəzrin? Başa düşdüm ben. Aferin. Aynen. Aferin uşaqlar, hər birinizə doğru cavab almışsınız. Tamam. Basalım. 6-cı, baxın çalışmaya. Burada tənlik qurmadım. Ben görmürüm. Görmürsən? Haram. Aha, dayan qoy kənara qoy. İndi görürsənmi? A variantı tapdım. Aha. Qoy digər uşaqlara tapsın. Ben de tek tam tek gibi. Ben o bir tarafa eleyebilirsiniz zahmet olmasa. Bu tarafa. Tamam. İşte.
Mən tam yetdi görəmirəm. Biraz daha çəkdim. Həmsi indi gördüm. Çox sağ olun. Değmez. Elə bilmədim. Ümumiyyətlə qonşu. Səsin çıxmır. Mən tapdım ikisini. Aha. Mən tapdım abi variantı müəllimə. Aha, nə oldu Murad? Müəllimə qonşu bucaqlar müəllimə 180 dərəcə olduğuna görə müəllimə. Aferin. Bəli. Buyur. Müəllimə 180 üstünə 50 gəlirik. Buyur Murad. Buyur eşidirəm mən sənə. Buyur sən danış. Müəllimə 180 üstünə 50 gəlir, cavab qalır 230. Aha. Mən deyə bilərəm. Buyur Zeynəb. Sən de. Biz bir qonşu bucaqlar 180 dərəcə olduğuna görə 180 dərəcədə mən 50 çıxdım. Cavab 130 dərəcə aldım. Mən belə aldım. Mən də deyə bilərəm. Buyur Əsra. Mən iki bucaq çəkdim. Dərəcələr bir dərəcə 130 dərəcə olur. 130 dərəcədə 50 üstə gəlir 180 dərəcə aldım mən. Yəni cavab 130 dərəcədir. Mənim də qonşu bucaqlar həmçinin 180 dərəcə olduğuna görə 180 dərəcədən çıxdım 50-ni cavabımı 130 dərəcə aldım. Nəzrin sən buyur. Mən də Aha. Mən orada yazdım ki, de gəlsin 50 bərabər 180. Burada da x tapmaq üçün 180-dan çıxdım 50-ni elədim 130. Cavab aldım 130. Yox uşaqlar, hər biriniz səhv eləmisiniz. Bir dənə Elbrus düz eləyim. Baxın burada nədir? Deməli, deyir ki, biri digərindən 50 dərəcə böyük. Baxın, biri digərindən 50 dərəcə böyük. Mən burada bir şəkli çəkim mən sizə. X üstə gəlir 2 dənə x. Bəli, 2 dənə x olmalıdır. Şimdi 2 dənə x götürdük. 2 dənə x. Bəli, 2 dənə x olmalıdır. Nə üçün mənim? Bizə də indi şəkil çəkim göstərəcəm sizə. Nasıl baxın? Deməli, baxın, bizə deyir ki, biri digərindən 50 dərəcə böyük olan Bu da bizim qonşu bucaqları. Dərəcə ölçüsü nə qədərdir? Biri digərindən 50 dərəcə böyük olan qonşu bucaqların dərəcə ölçüsü. Baxın indi. Mənə qonşu bucağımın biri digərindən 50 dərəcə böyükdür. Bilmirəm, qonşu bucağımın dərəcə ölçüsü nədir? Birini x işarə edirəm. Mən Bax, sən ki. Xeyr. Birini səbirli olun. Xeyr, 230 deyil. Birini x götürdümsə, digəri də bundan 50 dərəcə böyük deyirsə, yəni x-in üzərinə mən 50 gəlməliyəm ki, digər bucağımı tapa biləm. Baxın, deyir ki, bucaqlarından biri digərinin 50 dərəcə böyüdür. Mən bilmirəm bucaqlar nə qədərdir. Ona görə də birini x götürdüm. Digəri də x-dan 50 dərəcə böyüdür. Yəni 50 dərəcə çoxdur. Dərəcə böyük deyəndə biz toplayırıq. Baxın, dərəcə böyüklə dəfə sözüdür, vahi sözləridir. Bir-birinə qarışdırmayın. Deməli, biri x-dırsa, digəri də x üstə gəlsin 50-dir. İndi mənə deyin görün, bu hissə aydın oldu sizə. Bəli. Bəli, müəllimə. Aha. İndi qonşu bucaqlarımızın, bunlar hər ikisi də bir-birinə qonşu olduğuna görə, qonşu bucaqların cəmi 180 dərəcə bərabərdir qaydasına görə, bunların hər ikisinə bir-birinə cəmləyirəm, yəni toplayıram və belə bir tənlik alıram. 2 dənə x-dir burada, x-ın x-i cəmləyəndə 2x alıram. Üstünə gəlinsin 50-ni saxladım, sərbəst ədəddir. Bərabər elədim 180-ə. Məhsul toplanan tapılması qaydasına görə 2x bərabərdir. 180-dən 50-ni çıxıram, alıram 130. Və burada məhsul vuruğun tapılmasına aid bir sadə tənlikdir. Məhsul vuruğu tapanda hasili bölürdük məlum vuruğa. Ona görə də x bərabərdir 130 bölünsün 2. Bu da bizə verir 65. Deməli, bucaqlarımızdan biri Mən bəs 115-i xərin aldı Elbrus. nəyi alıb?
65'in üstə 115 gəlir müəllim. 50-ni. Səbrin olsun Murad. X üstə gəlinsin 50-dən. Digər bucağımız da X üstə gəlsin 50 daxil. X-in yerinə indi 65, 6-nın qiyməti qoyuram yerinə. Onun da üstünə 50-ni gəldim. 6 burada 115. Bax 115 buradan gəlir. Murad. Bucağımızın biri 65'dir, digəri də 115'dir. Yanıma. Və biz niyə çox 65-in üstünə 50 gəldik? Çünki bucağımızın digəri, yəni qonşu bucağımız X üstə gəlsin 50'dir. Bax burada. Zeynəb. Bəli, X-in qiymətini qoyarım yerinə ki. Mənim digər qonşu bucağım nədir, onu tapam. Aydın oldu? bəli. Evet. Aha. İndi B variantını uşaqlar, özünüz sərbəst fikirləşin. B variantına baxırıq altını. Bir dəqiqə onda bax. Hə. Zeynəb sualını bir də zəhmət olmasa təkrar. Kim idi sual? Zeynəb sən idin də verən. Hə. Zeynəb təkrar ver sualını gör nə idi bilmədiyin. Deyə bilərəm cavabı. Bəli. Mən 6 tapdım. Yəni 5x Aha, bircə dəqiqə bir-bir adlarınızla gedirəcəm burada. Hə. Murad Deyim. buyur. Nə yazdın? Aldın cavab. 5x üstə gəl. X bərabər 180. 6x bərabər 180. X bərabər 30. Və 5 ulduz 30 bərabər 150. Helaldır. 5 böyükdür. 30 bərabərdir. Nəsə 150. Mən də deyə bilərəm. Əsra buyur. Buyur Əsra. Mənim onda bir x yazdım, sonra mənim 5x. Sonra mənim bu qonşu bucaqların mənim cəmi 180 dərəcə olduğuna görə 6x 6x-i mənim 180 dərəcəni mənim 6-ya böldüm. Cavabım mərində 30. Mənim sonra da 180 dərəcədən mənim 30-u çıxıb cavabımı 150 aldım. Bəli. Mənə bir dənə sual verə bilərəm. Mənə bir dənə sual səhv eləmişəm mənə. Orada mənə 5-i 30-a vurub 150 aladım. Mənə çağırdım. Elbrus da eyni qiymət alır. Məndən bir söz deyə bilərəm. Buyur Xatirə. Sən de. Məndə də elədi. Birincisini x götürdüm, ikincisini də 5x götürdüm. Sonra 6x bərabərdir 180. X də bərabərdir 180 bölü 6. X bərabərdir 30. Sonra orada 5x var idi. Ona görə də 30'u vurdum 5'ə 150 elədi. Bəli. Yəni x 30 edir, o birisi də 150. Sonra kim cavab alıb? Nəzrin. Deyirsən. Deyə bilərəm. 150-dən 30. 150, 30. Aha. Sonra kim? Mən deyə bilərəm. Mən deyə bilərəm. Buyur Zeynəb, buyur. Mən bir dənə x götürdüm, sonra x üstə gəl 5 yazdım, bərabər 180. Sonra 2x üstə gəl 5 bərabər 180, 2x bərabər, mən sonra 180-dən 5 çıxdım, cavab aldı 175. Sonra mən oradan orasına başa düşmədim, bu qədər elədim mən. Aha, yaxşı, baxarıq. Sonra hamı dedi. Hə. Deməli uşaqlar, burada bizə nədir? Deyir, birinin dərəcə ölçüsü digərindən 5 dəfə böyüdür. Deməli, bir dənə bucaq çəkirik. Mən yaxşı görmürəm. Aşağı düşürüm çox. Düz deyir, məndə də elədi. Bir dəqiqə, mən buradan böyüdürüm özümü. Biraz mümkün olsa mən biraz yuxarı qaldıra bilərsin. Belə. Biraz telefon belə. Biraz telefona hara Nəzrin xanım. Nazlana. Bəndən çıxıram, çox sağ olun. Allah razı olsun. Dəyməsin. Deməli, bir dənə bucaq çəkirik uşaqlar. Aha. Mən elə bucağını da çəkdim. Çəkdim bucağı da. Bəli, şəkili çəksəz, məsələni anlamış olacaqsınız. Əsas olaraq şəkil çəkməkdir. Çəkmədə. Göstər baxın. Baxın müəllimə. Doğrudur, bəli, afərin.
Deməli uşaqlar deyir ki, bucaqlardan biri digərindən 5 dəfə böyükdür. Dəfə böyük olmağı o deməkdir ki, bizdə dəfə sözünü deyəndə demişik ki, vurulur orada. Deməli, bucaqlarımızın biri bilmirik nədir. X-lə işarə edirəm. Digəri də deyir ki, bu x-dan 5 dəfə böyükdür. Yəni 5x, 5 vurulsun x deməkdir. Digər bucağımda 5x yazdım. İndi yaxşı uşaqlar, bizim qonşu bucaqlarla bağlı bir əsas qaydamız var idi ki, qonşu bucaqların cəmi 180 dərəcəyə bərabər. Yəni həmin o qaydadan istifadə edirəm. X-in üstünə gəlirəm 5x-i, bərabər edirəm 180-ə. X-in də üstünə 5x gələndə 6x eləyir, bəli. 180-ə. Buradan da x-mi alıram 30 dərəcə, bəli. X-im 30 dərəcə. Mən eləməmişəm. Mən bu cür eləmişdim. Ben sonra 180'dan da Zeynep şəklinə göndər baxım, görə bilmirəm belə. WhatsApp-la şəklini at baxım telefonda qızım. sonra bitsiz ben neylerdim? 30'u da vurdum 5'e Ay, bir 150. dəqiqə Məmmə. Bəli. Hele dolar ama 180'dan çıkabilirsin. Bəli, bəli, o da olar. Cevap eyni alır. Bəli, bəli, eyni alınır, fərqi yoxdur. Atdım Məmmə. Cavab eynidir. Aha, baxıram indi. Məmmə, mən də atdım. Düz yazmısan, əsasən. Muraddır, sən də düz dedin. Yoxsa Zeynəbdə orada nə Aynen. ona baxmaq istəyirəm ki, görüm nədir. Ben de tüm dedim. Bəli. Atdım Məmmə. Hamınız düz dediniz, bəli. Məmmə, mənimki belədir. Ha, sən burada Zeynəb nə götürmüsən? X üstə gəlsin, x plus 5 götürmüsən. Axı x plus 5 Mən nə A-dakı qədər? kimi eləmişdim Məmmə. Mən A-dakı kimi eləmişdim. Yox, orada A-da bizdə dəfə sözü işlətmir dəxi. A-na bax. A-da bizə deyir ki, biri digərindən 50 dərəcə böyüdür. Mən bilməm, 1x artıq götürmüşəm mən orada. Sənin səhvin buradadır. X üstə gəlsin, x plus 5-im götürməliydi. Əgər dəfə sözü olmasaydı, Zeynəb, onda hə, sən deyən olardı. Arkadaş bitirmişsin. Nəzrin, dinzur yerində. Telefon sorun. Tekrar Zeynəb aydın oldu. Zeynəb, Məmmə. başa düşdüm. Mən Bax, onda dəfə dəfə söz sözü olanda, x üstəgəl 5 yazdım. Mən dəfə sözü olanda x üstəgəl 5 yazdım. Yəni 2x olur da mənim orada. bəli, dəfə deyəndə vururuq. Dəfə sözü vurma deməkdir. Dəfə böyük deyəndə vururuq daha doğrusu. Dəfə kiçik deyəndə bölmək etməliyik. ben Oldu burada mən. 5 Sağ dakika. olun. Yani 5. Bəli. Dəfə böyükdür, dəfə çoxdur. Bu sözləri işlədəndə vururuq. Dəfə azdır, dəfə kiçikdir. Bunları deyəndə isə bölürük. Əgər bizdə desəydi ki, 5 vahid çoxdur və yaxud da ki, 5 dərəcə böyükdür, bu formada desəydi, onda toplamaya aparardıq. Zeynəb. Bildim Məmmə Məmmə. baxın, ben belə yazmışam. Baxın Murad. Bəli, doğrudur. Doğrudur Murad, gördüm, doğrudur. Afərin. Bu qonşu bucaqları başa düşürsünüz uşaqlar? Bəli, Məmmə. Məmmə. Adlandırdım. Üstüne şeylerini de yazdım. Adlandırıp derecelerini de yazdım. Bəli, afərin. Əla. Keçək onda uşaqlar qarşı bucaqlara. Bir sualınız var bu qonşu bucaqlarına bağlı? Nə sualınız varsa buyurun verin. Mən sizə əlavə tapşırıqlar göndərəcəm qonşu bucaqlarına bağlı. Onları da eləyəcəksiniz. Yaxşı. Yaxşı Məmmə. Yaxşı Məmmə. Baş üstə Məmmə.